Çox təşəkkür edirəm, hörmətli xanım sədr, hörmətli millət vəkilləri. Mən isə verirəm ki, çox mühüm əhəmiyyətli qanundur. Həqiqətən də hava limanları sadəcə bizdə vətəndaşların gediş-gəlişini asanlaşdırmaq üçün nəzərdə tutulan bir sistem deyil, həm də ölkənin təhlükəsizliyi üçün gələcəkdə bizim ən vacib infrastruktur sistemimizdir. Ona görə də bu məsələlərdə dövlət ehtiyacının qarşılanması üçün qanunvericilikdə dəqiq tənzimləmənin aparılması vacibdir. Amma eyni zamanda burada çox hörmətli həmkarım Nurlan müəllim olduqca vacib bir mövzuya toxundu. Ekspropriasiya haqqında qanunvericilik sisteminin Azərbaycanda müəyyən olunması və bunun xeyli dərəcədə vətəndaşların həm də sahibkarların problemini həll edəcəyini bildirdi. Çünki burada bəzən bizdə belə bir təsəvvür var. Pilot layihə çox faydalı bir layihə idi və bunu ola bilsin ki, bəzi şəxslər, subyektlər bu məsələdə müəyyən qanunvericiliyin tələblərini pozaraq müəyyən kriminal hansısa bir addımlar atdılar. Amma buna görə hamısının durdurulması vətəndaşlara böyük ziyan vurdu. Eyni zamanda problemləri də artırdı. Bunu niyə mən qeyd edirəm? Bəzən sahibkarla demək, icra hakimiyyətləri arasında bağlanan müqavilədən sonra verilən əlavə sərəncamlar, o tarixdən sonra verilən sərəncamlar sahibkarlar üçün böyük problemlər yaratdı. Onların mülkiyyətçinin tələbini və süni sürətdə olan mülkiyyətçinin tələbini ödəmək artıq ağırlaşdı və bir çox hallarda bu öhdəliyin qarşısında onlar heç bir şey addım ata bilmədilər. Amma bu məsələ üzərində biz düşünməliyik. Doğrudan da sürətləndirmə mexanizmi tapılmalıdır. Yüzlərlə insan, elə bu dövlət ehtiyacı üçün torpaqların ayrılması məsələsində də bu gündəmə gələcəkdir. Yüzlərlə insan bundan əziyyət çəkir, həm vətəndaş, həm sahibkar. Sürətli məhkəmə proseslərinin keçirilməsi vacibdir. Bir də bu pilot layihələrinin yerli xarakterli bir məsələ kimi anlaşılması və icra hakimiyyətlərinə bu səlahiyyəti verilməsin vacibdir. Çünki yüzlərlə qəzalı binanın problemi çözülməlidir. Mən sizə bir şey qeyd eləmək istəyirəm ki, Bakının mərkəzində arxitektura demək, dövlət tərəfindən abidəsi kimi tanınan çoxlu binalar var. Burada böyük bir problem yaratmır. Amma bölgələrdə, xüsusilə də Suraxanı, Sabunçu, demək, Qaradağ, Xəzər kimi rayonlarda bu ciddi bir sıxıntı yaradır. Yüzlərlə neft dövründən qalan, Sovet dövründən qalan vaxtı keçmiş binaların sakinlərini köçürmək mümkün olmur. Çünki iş adamı üçün bu əlverişli nəticə yaratmır. O baxımdan da mən hesab edirəm ki, bu cür qanunvericilik təcrübəsinin Azərbaycanda da tətbiq olunması xeyli vətəndaşı məmnun eləmiş olar və Nurlan müəllimə də bu cür təklifə görə təşəkkür edirəm. Diqqətinizə görə sağ olun.